yayan bir insan daha sonra deyir ki, Allah'ın hökmü ilə hökm verməyənin küfr olmasıyla bağlı, yəni ikisi küfr olmasıyla bağlı Abdullah ibn Abbasın sözünü nəql edib. Daha sonra Abdullah ibn Məsud buna küfr edini zikr edərək, bunda sahabənin sanki ixtilaf etdiyini zikr eləyir. Bu da, yəni dedik, yəni bunun adı, bu adam şübhə yaymaqla məşğuldur. Ona görə də belə bir üsul izləyir, belə bir üsul tətbiq eləyir. Biz də bilirik ki, və siz də bilirsiniz ki, Allah Azze ve Celle bir şeye küfür dedikten sonra hiçbir məxluq ona küfür değil deyə bilməz. Və biz də onu da yaxşı bilirsiniz, siz də onu yaxşı bilirsiniz ki, Abdullah ibn Abbas radiyallahu anhümənin bu məsələlə bağlı dediyi ki, hədə kufrun duna kufrin əv leysə kufrun ləzi təzhəbuna ileyhi kimi ləfzlər, bunların heç birinin sənədi səhih deyildir. Sənədi səhih olan tək bir rivayət vardır ki, bu da Tavusun sözü, tabiinin sözüdür. Digər tərəfdən də bu, xaricilərin Əli ibn Əbu Talib və Muaviyyə ibn Əbi Süfyan arasında olan ki, fitnə zamanında hər iki tərəfdən bir nəfərin hakim təyin edib, məsələn, çözməsi ilə bağlı onların Muaviyyə və İmam Əliyə küfür ittihamı yönətmələrində cavab olaraq bunlar deyilmişdir. Yəni, bunların mövzuna əlaqəsi yoxdur. Və digər tərəfdən də biz bilirik ki, sahabənin sözü Quran-ı Kərimi nəinki nəsx etmək, təxsis verə bilməz. Və onun üçün də bu barədə danışmağın heç bir yeri yoxdur. O mənada yeri yoxdur ki, çünki mövzu tağuta mühakimə olmaq mövzusudur. Bu adam isə Allahın hökmünə hökm verməyən adam haqqında bir sahabənin bir sözünü gətirir, digər sahabənin isə buna küfür edin deyib, sanki məsələdə ixtilaf olduğunu vəhm etdirmək istəyir insanlara. Biz də dedik ki, qeyd etdik ki, bu rivayətlər sənəd və mətin yönündən zəifdir. Çünki mümkün deyildir ki, sahabə Allah Subhanahu və Teala'nın ağ dediyi şeyə qara desin. Bu da zaten dediyimiz kimi sənəd və mətin yönündən zəifdir. Sonra digər məsələdə adam deyir ki, sehir barədə sələfin ixtilaf etməsi var. Güya ki, sələfin bir qismi sihirbazın, sehir etməyən küfür olduğunu deyib, digər qismi sehir etməyən küfür olmadığını deyib. Biz də bunu, elhamdülillah, araşdıran insanlar bunu bilirlər ki, sehirin küfür olması ilə bağlı Bəqərə surəsinin 102-ci ayəsi var. Allahın hökmü var, ixtilafa yer yoxdur. Və sələfdən kim ki, o sehirə küfür olmadığını deyib, onlar haqqında da İmam Şahvi rəhməllah zikr edirlər, o da onun küfür deyil dediyi sehir o sehirdəndir ki, o otlarla, tüstü verməklə və s. kimi zaten bizatihi özü küfür olmayan bəzi əməllərdən haqqında danışıb. Bunu deyib ki, bunun əgər tərkibində küfür varsa bu küfürdür, deyirsə bu küfür deyildir. Bu da ona bənzəyir ki, məsələn, necə ki, Muhammed ibn Abdülvahhab rahimehullah Navaqid İslamda o sehirlə bağlı Navaqid zikr edəndə, dilindən çıxaran halı zikr edəndə deyir ki, və minhus sarf və atf. O sehirin iki növünü sayır, sarf və atfı sayır, misal verir sehirə. Hansı sehirə küfür edin, sanki bizə bunu bəyan edir ki, mən bu tip şeylərə küfür deyirəm. Çünki bunlar ər və arvadın arasını ayırmaq və ya birləşdirmək anlamında olan sehirlərdir. Ümumən sehir küfürdür. Lakin bəzi insanlar elə əməllərə sehir deyiblər ki, əslində o sehir deyildir. Məsələn, əgər birisi bir adamın suyuna, məsəl üçün, onun hoşuna aparan bir dərman atıb buna içirirsə, buna sən sehir deyəcəksən, mən də buna dərman vermək deyəcəm. Sən ona küfür deyəcəksən, mən də bu küfür deyil. Çünki burada adam dərman verib, bunu içirib, özündən gedib. Bu tip şeyləri Allahdan başqasına mühakimə olmaq kimi məsələlərdə zikr eləmək, yenə deyirəm, şübhə yaymaqdan başqa bir şey deyildir. Daha sonra isə bu adam deyir ki, zəkatla bağlı deyir ki, bəs zəkat vermənin təkfiri ilə bağlı ixtilaf olub sahabənin arasında. Biz də bunu bilirik ki, elhamdülillah, bilməyənlərdən istəyirik kesin araşdırsınlar. Sahabə zəkat verməyib, onun üçün döyüşən insanlar haqqında onlara küfrünə hökm vermişdir və heç də başqa murtad olanlara, gözünə qatıb onlara məcazən küfür deməmişdir. Sahabənin icması ilə, sahabənin söz birliyi ilə zəkat verməyənləri kafir salmışlar və onlara qarşı döyüşmüşlər və onlarla murtad müamiləsi eləmişlərdir ki, onları öldürdükləri adamların mallarını qənimət almışlar və əhl-əyalını əsir etmişlərdir. Bu da ittifaqla
murtad müamirəsidir. Heç bir müsəlman bağı ilə bu cür müamilə olunmur. Və istəyən şəxslərə də biz, yəni bunların hər birinin dəlilini usulları zikr edə bilərik. Lakin burada bizim məqsədimiz bu olmadığı üçün daha da işarə eləyirik ki, elhamdülillah bunun dəlilləri var. İstəyən şəxs araşdıra bilər bunu və yaxud da ki, bizdən bunu tələb eləyədir, bunun dəlilini ona zikr edə bilərik. Yəni bunu da bu tip şeyləri ixtilaf kimi zikr eləyib, sanki sahabə küfrdə ixtilaf etmişdir. Bir qism küfür demişdir, bir qism küfür deməmişdir kimi sözlərlə muvahhid müsəlmanlar, avam müsəlmanların beynini bulandırmasınlar. Daha sonra isə dediyimiz kimi, yəni bu qədər ayət oxuduqdan sonra alimlərin üç görüşdə olduğunu bəyan eləyir. Yəni bu da çox əcaib bir şeydir. Çünki Allah Azze ve Celle Quran-ı Kerimdə Əl-İmran surəsində məsələn xəbər verir ki, məşhur 7-ci ayəsində Allahın kitabındakı ayətin bir qismi mütəşabihdir, bir qismi möhkəmdir. Və Allah Subhanahu taala bu ümumiyyətlə bu ayətlərə qarşı davranış göstərən insanları kimləri vəsf eləyir? "Var-rasikhuna fil-ilm." Elmdə dərinləşmiş olanlar nə deyirlər? "Var-rasikhuna fil-ilmi yaquluna amanna bihi kullun min indi rabbina." Onların hamısına iman etdik. Hamısı Rəbbimizin qatından gəlmişdir. Yəni alim dediyin şəxsin davranışı belə olacaqdır. Allah Subhanahu və Teala öz kitabında bir çox ayələrə sarahatan açıq bir dillə, bəliğ bir dillə bir şeyin küfür olduğunu bəyan etdikdən sonra alim olan şəxs, ən birinci alim olan şəxs nə deməlidir? Əmənnə bihi kullun min indi rabbina. Ona iman etdik, hər birisi, hamısı Allah qatından gəlmişdir. Allahın vəhyidir. Bu tip insanlara Ömər ibn Xattab kimlər lazımdır ki, onlar Allahın hökmündən sonra hökm axtarırlar deyə onların boynunu vursun. Deyir ki, bunu Ömər ibn Xattab radiyallahu anh eləmişdi. Bəs Nisa surəsinin 65-ci ayəsinə bu insanlar iman etməyiblərmi? Daha sonra bu insanlar deyirlər ki, o ayət nazil olanda müsəlmanların qüvvəti var, devləti var idi, amma indi yoxdur. Deməli, bu küfür deyildir, səbəb-i nüzul və s. Yəni, birincisi bu ucuz sözlərdir. Səbəbinin xüsusi olması, ibrət ümumi olmasının əngəli deyildir. Bu da məşhur bilinən bir şeydir. Heç kim deyə bilməz ki, zihar ayəti ilə bağlı ayə məhz həmin səhabəyə aiddir, başqalarına aid deyildir. Heç kim deyə bilməz ki, münafiqlərlə bağlı ayət məhz münafiqlərə aiddir, münafiqlərin o feilli işləkşəklərə aid deyildir. Yəni, bunlar ucuz sözlərdir. Bunlar İslam şəriətini iptal etmək deməkdir. Eyni zamanda Allahın hökmünə hökm vermək küfürdür. Məzmunlu ayətlər ki, Maidə 44, 45, 47 və digər ayətlər. Məsələn, məhz Maidə 44, 45, 47-ci ayətlər mədrədəykən nazil olmuşdur. O zaman buna da deyin ki, bir insan Allahın hökmünə hökm vermirsə, darül küfürdərsə, müsəlmandır, problem yoxdur, darül İslamdarsa kafirdir. Ki, bunu da demirsiniz. Yəni, sizin məzhəbinizin gərəyi bunu deməlisiniz. Yəni, usulunun gərəyi bunu deməlisiniz. Bu da, elhamdülillah ki, yəni, zaten batil bir qovul olduğu bəlli bir şeydir. Daha sonra bu insan deyir ki, 3 görüş var alimlər arasında. Alimlər dedikdən sonra sanki 1430 ildir ki, İslam ümmətində alim yoxdur. 2 nəfər Saudiyəli alim var. Bunlar da Süleyman Abdullah Quneymandır. Bir də Alal-Xudeyrdir. Alal-Xudeyri Allah əsərətdən qurtarsın. Hafizəhullah. Yəni biz onu alim olaraq tanımışıq, sevmişik. Lakin yəni o demək deyil ki, alimlər ancaq bu 2 nəfərdən ibarətdirlər. Zaten deyir ki, bu 2 alim bu əməli böyük küfür görürlər. Yəni tağatdan mahkum olmağı böyük küfür görürlər. Bu birinci görüş nəql edir. İkinci görüş deyir ki, bunlar buna kiçik küfür deyirlər və Süleyman ibn Suhman və Abdülətif ibn Abdurrahman rahimehumullahdan qovullar gətirir ki, bu da Süleyman ibn Suhman rahimehullahın kitabı var. İrşadut talib ilə əhəmmil mətalib deyə bir kitabı. Orada biz onun dediyi həmin yerə baxdıq. Və orada biz gördük ki, Şeyx rahimehullah küfrün növlərini sayır, etiqadi küfrü sayır, ona misal verir. Daha sonra deyir ki, əməli küfür var. Əməli küfrün də 2 növ olduğunu zikr edir və deyir ki, 2 növdür əməli küfür. Biri İslam dinindən çıxarır, digəri çıxarmır. Bundan sonra isə yəni, tağuta mahkum olanla bağlı misalını verir ki, bu əməli küfürdür deyir. Allah üçün soruşuram, şeyx burada deyilmi ki, bu kiçik küfürdür? Yoxsa bu əməli küfür deyir? Qaldı ki, bizim üsulumuz var. Bizim üsulumuz var. Allah və Rəsulü, bu üsulda dəlili Qurandır. Quran bizə bunu əmr eləyir ki, hökmü Allaha aid edin, ixtilafı Allaha qaytarın. Allah və Rəsuluna qaytarın. İxtilaf var, kimə qaytarır? Allah və Rəsuluna qaytarır. Biz bilirik ki, Allah Subhanahu wa Ta'ala'nın kitabında ayətlər mütəşəbbih və möhkəm olmaqla 2-yə ayrılır. O zaman bizim davranışımız nədir? Mütəşəbbih ayələrə, möhkəm ayələrə tabi eləyirik. Bu,
alimlərin kəlamında da belədir. Biz də bunu alimlərin kəlamını mütəşabihi sayırıq və onu möhkəm qovullarına tabi edirik. Necə ki, Süleyman ibn Suhman rahimehullah Durar Üs-Saniyədə 10-cu səhifə 502-də tağutla və ondan uzaq durmaqla bağlı risaləsində bunun küfür olduğunu bəyan eləyir. İstəyən şəxs gedib bura baxa bilər. Digər tərəfdən misal veririk. Deyirik ki, əgər sən desən ki, Quran-ı Kərimi zibilliyə atmaq əməli küfürdür. Onun təhrif olunmasına etiqad eləmək isə etiqadı küfürdür. Məyər bundan belə anlaşılırmı ki, Quran-ı Kərimin zibilliyə atmaq əməli küfür deyilən bir kiçik küfür sayılır? Bunu atmaqdan başqa kim deməz. Daha sonra isə deyir ki, yəni bu adam deyir ki, alimlər mühakimə olunmaqla hökm verməyi eyni şey sayırlar. Bu da batıl bir şeydir. Mühakimə olunmaq və hökm vermək. Yəni bu adam həm hakimdir, həm də məhkumudur. Yəni həm döyən, həm də döyülənmidir. Yəni bu batıl bir şeydir. Bunun zaten rəddiyə verməyə dəyməz. Məzmununu deməyimiz bəs eləyir. Digər tərəfdən bu adam deyir ki, Abdülqadir ibn Abdüləzizdən bir nəql gətirir. Abdülqadir ibn Abdüləziz da orada Hamd ibn Atiqin mühakimə heç bir halda cavaz vermədiyini deyir. Siddiq Həsən xan isə zərurətli olan müsəlmanın İslam'a uyğun olan hökmü qəbul edə biləcəyini dedikdən sonra özünün, yəni Abdülqadir ibn Abdüləzizin görüşünü gətirir ki, bu da Abdülqadir ibn Abdüləziz bunu məkruh görür. Tağuta mühakim olanın, yəni məkruh görür, yəni bu şeyi daha doğrusu, yəni kərik gördüyü halda, sevmədiyi, istəmədiyi halda tağuta mühakim olanın hökmündə təvaqqüf edir, yəni dayandığını, hökm verə bilmədiyini deyir. Yəni bu həmin Abdülqadir ibn Abdüləzizdir ki, Əl-Cami kitabında, cəhalət babında, cəhalət kitabında deyir ki, yəni onun cəhalət bölümündə deyir ki, insan İslam'a girdikdən sonra, yəni şirk və küfürdə cəhalətlə üzürlüdür. Yəni bu adam həmin görüşün müəllifidir. Zaten yəni burada artıq bir şey deməyə ehtiyac qalmır. Qalır ki, biz yenə deyirik ki, yəni bu adam şübhə yayan bir insan, yəni ayətləri oxuduqdan sonra, hökm bəlli olduqdan sonra insanların görüşünə niyə baş vurur? Yəni bunu anlaya bilmirik. Yəni bu adam desin ki, mənə Allah Subhanahu kəlamı, hökmü bəs eləmir. Mən alimlərin görüşünə baş vuracağam. O zaman bizə bunun dinin nə olduğunu cəmaət açıq-aşkar bilsin. Yox, bunu demiş o zaman niyə belə usul izləyir? Daha sonra bu adam üçüncü bir görüş olduğunu deyir ki, bu da deyir ki, alimlər 5 nəfər adam adı sayır. Abdurrahman bin Nasir el-Barrak, Muhammed bin Hüseymin, Abdullah Azzam, bir də Sibai, Hani Sibai, bir də ki, Siddiq Həsən xan adlarını sayır. Zaten Abdullah Azzamın, İbn Hüseyminin adını çəkmək zaten bu məsələ ilə bağlı gülməli bir şeydir. Yəni Abdullah Azzam o Abdullah Azzamdır ki, tağutun hökmü ilə hökm verən məhkəmə qazilərinin kafir olmadığını, içki satan adam kimi günahkar olduğunu, kafir olmadığını bəyan edən bir insandır. Abdullah Azzam o Abdullah Azzamdır ki, həmin dövrdə yaşamış Pakistan prezidenti Ziyaul Haqqı təkfir etmədiyini, müsəlman gördüyünü deyir. Abdullah Azzamın daha da batıl sözləri vardır ki, onu istəyən şəxs onun Tövbə surəsinin təfsir adında kitabı vardır. Ona baxa bilər. Həmçinin İbn Hüseymin, Muhammed bin Salih el-Hüseymin deyir ki, "Ənni ara ennel muntaxabat vacibə." Mən deyir o görüşdəyəm ki, seçkilərə getmək vacibdir. Yəni parlament seçkilərinə getmək, həm seçmək, həm də seçilmək vacibdir. Çünki deyə meydanı kafirlərə boş buraxmaq olmaz. Yəni Muhammed bin Hüseymin olsun, Abdüləziz bin Baz olsun, bunlar parlamentə girməyə cavaz vermək və s. kimi fətvalarıyla məşhurdurlar. Yəni bunlardan İslam əqidəsinə dair bir şey zikr eləmək zaten yəni əqidəyə müxalif olan bir şeydir. Daha sonra bu Pərviz deyən adamdan soruşuram ki, nəyə görə sən Allah Subhanahu və Teala'dan başqasına dua etmək, yəni bunu insanlar şəfaət məsələsi deyə zikr edirlər. Məsələsində Əbu Ubeydə deyilən türk və digərləri ilə münazirə edərkən o adamların şübhəsi İbn Teymiyyə burada buna kiçik şirk deyib, burada buna böyük şirk deyib, Nəvəvi buna müstəhəb deyib kimi gərəkçələrlə burada ixtilaf olduğunu dediyi zaman nəyə görsə onlara dedim ki, mən Allahın kitabına başvururam və bu ayətləri zikr edirəm, amma burada bunu belirləmişəm. Nəyə görə? Mühakimə də ibadətdir.